Bizim ölkəmiz bu gündə nə qədər ki biz ölkəmizə sahib çıxmamışıq. Və Heydər Əliyev kimi dələduz deyir ki, məsələn, deyək ki, sizindir, demokratsız və filan, bu gün onun nəvəsi, yəni onu ümummilli lider kimi, baxın, bizə sırmağa çalışır. Və mən bu günlərdə sizin yaxşı yadınızdadırsa, indi Allah qoysa, mən onunla bağlı bir məxsusi o şeylə bağlı, bu qaçaq nəbi, ümumiyyətlə bizim liderlərimizdən bağlı gedən söhbətlərdən bağlı şeylər var idi. Onunla bağlı bir gün mən bir söhbət edəcəm sizinlə ki, yəni, baxın, dələduzdan qəhrəman düzəltmək. Yəni, bu Sovetlərin, dostlar, Sovetlərin ən ümdə vəzifəsi idi. Azərbaycan xalqının, millətini qıran, deyək ki, 17 mindən yadımdadır, Bakı 1918-ci ildə Bakıda Bakı qırğını var. Mart qırğını. Bakı şəhərinin deyir, mərkəzində ölüləri yığışdırmaq mümkün idi. Yəni, Şamiyanın və onun ətrafında olan ermənilərin müsəlmanları qırmasıyla bağlı. Heydər Əliyev həmən o Şamiyanın heykəlini gətirib, yadınızdadır, adını da qoymuşdu 26-lar Park. Və biz gedib toy eləyəndə və yaxud gedib ona baş əyirdik. İndi bu gün də həmən o Şamiyanın qardaşı Heydər Əliyevin Fəxr Xiyabanda gedib, deyək ki, heykəlinin qarşısında baş əyirik. Yəni, bu sırf Sovetlərdən qalma, yəni dələduzların təbliğatı ilə bağlı olan şeydir. Yəni, o nöqteyi nəzərdən mən sizə deyirəm ki, bunlardan yaxşı şeyi gözləmək sadəcə olaraq absurddur. Hər şeyi yiyələniblər, hər şey əllərindədir. Bir qadının, indi mən sizə bir lentini göstərəcəm, gör nə deyir. Orada arpa, buğda əkə bilir, biz əkə bilmirik. Əkib xalqı dolandı da. Hər şeydə biz, Türkün zavodu, Azərsunun zavodu var, Biləsu var da. Çuğundur zavodu var, Biləsu var da. Onun hamısı Mehribanla, nə deyir, bu Türkün ortaq şirkətidir da. Onlar bax, pomidorunu əkir, xiyarını əkir, lobyasını əkir. Sonra karoxun əkir, hər şeydən narın, bütün sahələri vırıb narlığa. Maşallah, 9 iqlim qurşağının hamısı, bütün yerimizin altı sərvət, yerimizin üstü sərvət, hər yerimiz qızıldır, qaran qızılımız, ağ qızılımız, belə nətər deyərlər, Kəlbəcərimiz qızıl, Gədəbəyimiz qızıl, pambıqlı zavodlarımız Bərdənənə dolu, sonra yerimizin, Bakının hər tərəfi nefit, quylarımız pantan verir, anı, xalq onunla bir mat qazanır, yox, qazanmır. Hamısını Əliyevlər ailəsi, Əliyev rejimi bir ailə hakimiyyəti yeyir, talan eləyir. Bax, bu qədər bəsit, dostlar. Mən inanın, bayaq təsadüfən, bilmirəm, elə bir şey, yəni, bu YouTube istiqamətləndirir, yəni bir mövzu haqqında danışanda gördüm, həmən o adı nə idi, o qardaşların Ermənistanlı elektroştam zavodunu sonra deyək ki, bu elektroterm zavodlarını bərpa eləmişdi. İşçilər falanlar zadda yadınızdadırsa, sonradan 2011-ci ildə onların əllərindən aldılar və o qardaşlar Türkiyədədirlər, deyəsən, Türkiyədə çalışırlar. Həmən şeyə baxdım, bir də təsəvvür edin. Görün, əgər biz onda bu şərəfsizlər, bu şeylər artıq onda planlaşdırılmış şəkildə qarşıya məqsəd qoyulmuşdu ki, bu zavodlar hamısı bağlanılsın. Yoxsa təsəvvür edin, gəlmişdilər, deyək ki, o Ulduz metrosunda olan zavodların hamısını demək olar ki, bərpa edirdilər. Şin zavodunu, elektroştam zavodunu, deyək ki, elektrotermi, nə bilim, deyək, nə qədər kombinat var idi, konvolni kombinat deyirdilər. Yəni, hamısı bərpa olunacaqdı bir gün və bugün Azərbaycan əhalisi çox gözəl, xoşbaxt şəkildə yaşayacaqdı. Və onlar anladılar ki, yəni yəqin ki, yenə də bu siyonistlərin məsələsi də İlham Əliyev, deyək ki, Ramiz Meytiyevin təşəbbüsü ilə, deyək ki, tapşırığı ilə həmən o zavodların hamısını məhv elədilər. Məhv elədilər və bütün iş yerlərini bağladılar. Və ən dəhşətlisi budur ki, bugün də həmən proses gedir. Məsələn, indi bax, bugün Laçında deyək ki, o baş verən əhali yavaş-yavaş köçür oraya. Sən orada, deyək ki, Kəlbəcərdə, Laçında, Füzulidə, sən orada aeroportu nə edirsən? Hərəsində böyük bir kombinat tikə bilərdin. Məsələn, deyək ki, qızıl
axtaranlar var, orada qızıl şeyləri var. Orada sən gözəl bir qızıl zavod tikə bilərdin. Yəni bunların hamısı hər rayonda dostlar həmin o zavodlar tikilmiş olsaydı və İlham Əliyevin də istəyi olsaydı ki, ora Qarabağlılar öz xoşları ilə getsinlər, o zavodlara qaça-qaça gedərdilər Qarabağlılar. Amma bu gün onlar gedirlər, bax həmən bizim bu qardaşımızın dediyi kimi. Gedirlər, bunlara heç olmasa özlərinin nəsə iş yeri düzəldib, özləri üçün 5-10 manat pul qazanmağa da imkan vermirlər. Deyirlər, yox, sənin canın çıxsın, ayda 120 manat sana çörək pulu verirlər. Onunla kifayətlən, bir də qıraqdan dur, bax gör, insan necə yaşamalıdır.